müəllimlər, bugünkü dərsimizdə sabit cəryan qanunları ətraflı yazılı tələb edilən tapşırıqların izahına baxacağıq. Birinci sualımızdan başlayaq. 1. Bir daxili müqavimət 8 ohm olan, yəni kiçik yerimiz 8 ohmdur. Cəryan mənbəyi müqaviməti 12 ohm olan, xarici müqavimətimiz isə 12 ohmdur. Deyir olan naqili qapanmışdır. Əgər xarici dövrdə ayrılan güc 12 watt olarsa, mənbəyin elektrik hərəkət qüvvəsi. Mənbəyin elektrik hərəkət qüvvəsi bizdən ötürü I vurulsun R plus kiçik R-dir. Bizdə I yoxdur. I-ni isə P-nin düsturundan tapacağıq. I kvadratı R. Onda I-miz bərabər olacaq. Kök altında P bölünsün R. 12 bölü 12 eləyəcək 1. Bərabərdir. 1 vurulsun. 12 üstə gəlirsə 8. Doğru cavabımız olacaq 20 volt. Keçirik ikinci sualımıza. Elektrik hərəkət qüvvəsi epsilonumuz 1,1 volt qoşulmuş mənbə 2 ohm müqavimətli naqildən axan cəryan şiddəti 0,5 amperdirsə, qısa qapanma cəryan şiddətini hesablayın. Deməli, xarici müqavimətimiz bizdən ötürü 2 ohmdur və cəryan şiddətimiz I bərabərdir 0,5 amperdir. Biz epsilon bərabərdir I vurulsun R plus kiçik R düsturuna əsasən kiçik R tapmamız lazımdır əvvəlcə. R plus R bərabərdir epsilon bölünsün I. O da bərabərdir 1,1 0,5'ə bölsək 2,2 ohm düşəcək. Onda kiçik yerimiz də bərabərdir 2,2 çıxılsın 2 eləyəcək 0,2 ohm. Bizdən qısa qapanma cəryan şiddətini istəyir. O da epsilon bölünsün kiçik R-dir. Yəni 1,1 bölünsün 0,2. O da eləyir 5,5 amper. Doğru cavabımız 5,5'dir. Növbəti sual, üçüncü sualımız. Deyir, qapalı dövrənin xarici müqaviməti mənbənin daxili müqavimətdən 3 dəfə çoxdur. Xarici müqavimətimiz daxili müqavimətdən 3 dəfə çoxdur. Deyir, cəryan şiddəti 3 amper olarsa, mənbəyin qısa qapananda cəryan şiddətini hesablayın. Deməli, bizim cəryan şiddətimiz epsilon bölünsün R plus R düsturuna əsasən epsilon bölünsün 4R yazırıq. Onda epsilonumuz bərabər olur 4R vurulsun I. I-miz 3 amper olduğuna görə olacaq 12 kiçik R. Bizdən qısa qapanma cəryan şiddətini istəyir. Qısa qapanma cəryan şiddəti epsilon bölünsün R-dir. O da bərabərdir 12 R bölünsün R eləyəcək 12 amper. Doğru cavabımız 12'dir. Növbəti dördüncü sualımız. Qapalı dövrədəki cəryan şiddət, cəryan mənbəyi əsaslarındakı gərginliyin cəryan şiddətinə asılı qraf verilmişdir. Xarici müqavimətimiz 18 ohm olduğunu bilərək dövrədəki cəryan şiddətini hesablayın. Birincisi, dövrədəki cəryan şiddətimiz I bərabərdir. Epsilon bölünsün R plus R düsturunun hesablanır. Xatırlatma eləyirəm şagirdlər burada. U-nun I-dən asılı qrafikimizin bu hissəsi epsilondur. Bu hissəsi isə I qısa qapanmadır. Və biz I qısa qapanmanın epsilon bölünsün kiçik R olduğunu bilirik. Biz buradan kiçik R taparıq. Epsilon bölünsün I qısa qapanma. O da bərabərdir. Epsilonumuz 10'dur. Qısa qapanma cəryan şiddəti 5'dir. Daxili müqaviməti 2 ohm tapdıq. İndi cəryan şiddətinin düsturunda yerinə yaza bilərik. 10 bölünsün 18 üstə gəlsin 2. Bu da eləyəcək 0,5 amper. Doğru cavabımız 0,5'dir. Növbəti sualımız 5-ci sual. 5-ci sualda da yenə bura bizdən ötürü epsilon olacaq. Bura isə bizdən ötürü I qısa qapanma olacaq. Yəni bizim I qısa qapanma bərabərdir. Epsilon bölünsün kiçik R düsturuna əsasən kiçik yerimizin epsilon bölünsün I qısa qapanma, yəni 1 ohm olduğunu bilirik. Bizdən ilk xarici müqavimət 4 ohm olarsa dövrədəki cəryan şiddətini hesablayın. Cəryan şiddətimiz I bərabərdir. Epsilon bölünsün R plus R. Epsilonun 5 olduğunu bilirik. Bölünsün 4 üstə gəlsin 1. Bu da eləyəcək 1 amper. Doğru cavabımız 1 amperdir. Növbəti sualımız 6-cı sual. Deyir ki, birləşmələrdə eyni istilik miqdarı ayrılan zaman fasilələri arasındakı doğru münasibəti müəyyən edib, birləşmə arasındakı gərginlik eynidir. Onda mən istilik miqdarının düsturunu U kvadratı bölünsün R vurulsun T yazacağım. Buradan zamanı təyin eləsək, T bərabərdir 2 vurulsun R bölünsün U kvadrat. Onda bizim T'miz R-lə düzgün tənasibətli qalır. Yazırıq T1 bölünsün T2 bərabərdir R1 bölünsün R2. R1 arıcıl birləşmədir. 2R'dir. R2'miz isə paralel birləşmədir. R bölü 2'dir.
Doğru cevabımız olacaq 4. Yəni belə də yaza bilərik onu. T1 bərabərdir 4T2. Getdik 7-ci suala. 7-ci sualımızda deyir ki, bir-biri ilə ardıcıl birləşdirilmiş. Ardıcıl birləşdirilmiş deyirsə, cərəyan şiddətimiz sabitdir və mis naqil deyirsə, növ sabitdir. Növ sabit o deməkdir ki, elektronların konsentrasiyası dəyişməyəcək. Çünki eyni metalda sərbəst elektronların konsentrasiyası eyni olmalıdır, fərqli ola bilməz. Onda biz cərəyan şiddətinin I bərabərdir YN və S düsturuna baxarıq. Bizdən sürətlər arasındakı doğru münasibəti istəyir. Sürəti təyin edəcək olsaq, I bölünsün YNS ifadəsi alarıq. Yəni bizim sürətimiz sadəcə sahədən asılıdır, uzunluqdan asılı olmayacaq. Ona görə biz uzunluğu nəzərə almayacaq. Sadəcə sahəyə baxacaq. Yazacaq V1 böl V2 bərabərdir S2 böl S1. S2'miz 2S'dir, bölünsün S, eləyəcək 2. V1 bərabərdir 2V2 ifadəsini almış olarıq. Növbəti sualımız 8-ci sualımız. 8-ci sualda deyir ki, daxili müqaviməti R olan cərəyan mənbəyinə hər birinin müqaviməti 4 R olan 2 rezistor ardıcıl birləşdirilmişdir. Bu rezistorlar paralel birləşdilərsə dövrəsi cərəyan şiddəti necə dəyişir? Cərəyan şiddətinin düsturu I bərabərdir. Epsilon bölünsün R plus R düsturuna əsasən müqavimətlə tərs asılıdır. Başlanğıc anda bizim rezistorlarımız ardıcıl birləşdiyinə görə R1'imiz olacaq 4R üstə gəlsin. 4R eləyəcək 8R. Onda bizim başlanğıc andakı tam müqavimətimiz olacaq 8R üstə gəlsin kiçik R, o da eləyəcək 9R. Bu başlanğıc hal. Keçirik ikinci hala. İkinci halda paralel birləşdirdiyimizə görə olacaq 4R bölünsün 2, o da eləyəcək 2R. Onda tam müqavimətimizin ikinci qiyməti olur bizdən ötürü 2R üstə gəlsin R eləyir 3R. Yəni, cərəyan şiddəti tam müqavimətlə tərs asılıdır. I1 bölü I2 bərabərdir. R tam 2 bölünsün R tam 1. R tam 2 bizdən ötürü 3R'dir. R tam 1 9R'dir. Bu da eləyəcək 3'dən 1. Onda I2 bərabərdir 3I1. Yəni, cərəyan şiddətimiz 3 dəfə neyniyər? Artar. 3 dəfə artar. Çünki müqavimətimiz 3 dəfə azaldı. Növbəti sual, qalvanik elementlər bataryasının müqaviməti 16 ohm olan rezistora qoşanda dövrdə cərəyan şiddəti 1 amper, müqaviməti 8 ohm olan rezistora qoşanda isə cərəyan şiddəti 1,8 amper oldu. Batareyanın qısa qapananda cərəyan şiddətini hesablayın. Yəni bizə 9-cu suala baxmadıq, üzr istəyirəm şagirdlər, 9-a baxaq sonra. 9-cu sual. 9-cu sualda yenə də daxili müqaviməti R-dir, xarici müqavimətimiz 3R-dir. 3 rezistor paralel qoşulmuşdur. Ardıcıl qoşularsa cərəyan şiddəti necə dəyişir? Yenə də cərəyan şiddəti epsilon bölünsün R plus R düsturuna əsasən, yəni epsilon bölünsün R tam yaza bilərik. Müqavimətlə tərs mütənasib asılıdır. Birinci halda paralel qoşulub, R1'imiz olacaq 3R bölünsün 3, eləyəcək R. Onda R tam 1 bərabər olacaq, R üstə gəlsin R, eləyəcək 2R. İkinci halda ardıcıl qoşulur. Ardıcıl qoşulanda olacaq 3R vurulsun 3, eləyəcək 9R. Onda bizim tam müqavimətimizin ikinci qiyməti olacaq 9R üstə gəlsin R, eləyəcək 10R. Onda I1 böl I2 bərabərdir R2 böl R1. O da bərabərdir R tam 2, R tam 1. O da bərabərdir 10R bölünsün 2R. Doğru cevabımız olacaq 5. Onda I2 bərabərdir I1 bölünsün 5. Yəni 5 dəfə azalar. Keçdik 10-cu suala. 10-cu sualda deməli bizə birinci halda cərəyan şiddətimiz ümumiyyətlə düsturunu yazırıq birinci. Epsilon bölünsün R plus kiçik R. Və bizdən qısa qapanma cərəyan şiddəti istəyir. O da epsilon bölünsün kiçik R-dir. Yəni bizi epsilon tapıb sonra kiçik R tapıb bir-birinə böləcək. İndi birinci halda cərəyan şiddətimiz 1 amper olanda epsilon olduğu kimi qalır. Müqavimətimiz 16 üstə gəlsin kiçik R-dir. Cərəyan şiddətimiz 1,8 amper olanda epsilon olduğu kimi qalacaq. Xarici müqavimətimiz 8 ohmdur. Üstə gəlsin kiçik R. Epsilonları tapsaq, epsilonumuz 16 üstə gəlsin kiçik R. Burada da epsilonumuz 1,8 vurulsun 8 üstə gəlsin 1,8 vurulsun kiçik R. Bunları bərabərləşdirsək, onda alarıq 0,8 yer bərabərdir. 16 çıxılsın 1,8 vurulsun 8.
0,8'ə bölsək bu 20 eləyər, çıxılsın, bu da eləyər 18. Bunlar doğru cavabımız 2 ohm. Daxili müqaməti 2 ohm tapdıq. İndi gətirib birinci tənlikdə yerinə yazıb epsilon tapırıq. Onda epsilonumuz 16 üstə gəlsin 2-dir, eləyər 18. Buna qısa qapanma cəryan şiddəti olacaq 18 bölünsün 2, eləyər 9 amper. Doğru cavabımız 9 amperdir. Növbəti sual 11-ci sualımızdır. 11-ci sualda da qalğan kilometr batareyası müqaməti 12 ohm oldu. Rezistor dövrəsində cəryan şiddəti 2 amper, 6 ohm olduqda isə 3 amperdir. Batareya qısa qapananda cəryan şiddətini tapın. Yenə də eyni sualdır. I bərabərdir epsilon bölünsün R plus R düsturuna baxacağıq və bizdən qısa qapanmanı istədiyinə görə o da epsilon bölünsün kiçik R düsturu ilə hesablanacaq. Gəlin əvvəlcə cəryan şiddətimiz 2 amper olanda epsilon bölünsün 12 üstə gəlsin kiçik R'dir. Cəryan şiddətimiz 3 amper olanda epsilon bölünsün 6 üstə gəlsin kiçik R. Buradan epsilonu təyin etsək 24 üstə gəlsin 2 R alarıq. Buradan epsilonu təyin etsək 18 üstə gəlsin 3 R alarıq. Bərabərləşdirsək 18 üstə gəlsin 3 R. Buradan R üçün alarıq 6 ohm. R-i 6 tapdıqsa gətirib tənlikdə yerinə yazarıq. Epsilonumuz olar 24 üstə gəlsin 12 eləyər 36 volt. Gətirib burada yerinə yazarıq. 36 bölünsün 6 eləyər 6 amper. Demək ki, qısa qapanma cəryan şiddətimiz 6 amper olacaq. 11-ci sualda həll elədik. Keçirik 12-ci suala. 12-ci sualda cəryanın gücü 800 watt olarsa 50 ohm müqamətli naqilin ən kəsiyindən hər saniyədə neçə elektron keçir? Deməli, mən I bərabərdir YM bölünsün T düsturuna əsasən N-i taparam, I vurulsun T bölünsün Y-dən. I-ni hardan tapa bilərik? I bərabərdir kök altında P bölünsün R düsturundan. Çünki P-miz I kvadratı R-dir. Bərabərdir. Kök altında 800 bölünsün 50, 16 eləyir, oradan da kök çıxır 4. Cəryan şiddətini 4 tapdıq. Vahid zaman deyir, hər saniyə deyir, 1 saniyə deyir. T-miz 1-dir, Y-miz də 1,6, 10 üstü mənfi 19-dur. Bu eləyər bizdən ötürü 2,5 vurulsun 10 üstü 19. Və yaxud da bunu 25 vurulsun 10 üstü 20 şəklində də 10 üstü 18 şəklində də yaza bilərik. Keçdik növbəti 13-cü sualımıza. 13-cü sualımızda deyir ki, uzlarındakı potensiallar fərqi 160 volt, müqaviməti 10 ohm olan metal naqilinin ən kəskin 5 dəqiqə ərzində neçə elektron keçər? Yenə də sayı istəyir. O bizdən ötürü yenə də IT bölünsün Y-dir. Amma yenə də güc verib bizə, daha doğrusu cəryan şiddətini gərginliklə tapacaq. U bölünsün R. 160 bölünsün 10 eləyəcək 16. Gətir burada yerinə yazacağım. 16 vurulsun 5 dəqiqəmiz 5 vurulsun 60'dır. Bölünsün 1,6 10 üstü mənfi 19'dur. Deməli, bu 16'lar ixtisar olunar. Burada qalar 10. 300. Bu da olar 300 vurulsun 10 üstü 20. Və yaxud da bunu 3 vurulsun 10 üstü 22 şəklində də yaza bilərik. Doğru cavabımız 3 vurulsun 10 üstü 22 eləyir. 14-cü sual. Yenə də qeyd edirəm, bura bizdən ötürü epsilondur, bu hissə isə bizdən ötürü qısa qapanmadır. Deyir ki, xarici müqamətimiz 18 ohm olduğunu bilir, mənbəyin qütblərindəki gərginliyi hesablayın. Deməli, mən gərginliyin düsturunu U bərabərdir, epsilon R bölünsün R plus R düsturundan istifadə edə bilərəm. Amma kiçik yerimiz yoxdur. Kiçik yeri hardan taparıq? Epsilon bölünsün I qısa qapanmadan. Yəni, I qısa qapanmanın düsturu epsilon bölünsün kiçik yeri. Bərabərdir 10 bölünsün 5 eləyər 2. Bərabərdir. Olacaq. 10 vurulsun 18 bölünsün 18 üstə gəlsin 2. Bərabərdir. 18 vurulsun 10 bölünsün 20. Qalar cavabımız 9 volt.
Doğru cavabımız 9 voltdur. Növbəti 15-ci sualımız. 15-ci sualda açar 1 vəziyyətində olduqda, yəni açar açıq olduqda, ampermetrimizin göstərişi I bərabərdir, epsilon bölünsün R plus R düsturu ilə hesablanır və o da 6 bölünsün 2 üstə gəlsin 1 eləyəcək 2 amper. Bu açar 1 vəziyyət. Açar 2 vəziyyətində olduqda yuxarı hissədə müqavimət olmadığına görə cəryan yuxarıdan keçir, aşağı gəlmir. Yazacağıq ki, ampermetrdən cəryan keçməz. Cəryan keçməz. Orada müqavimət çox olduğuna görə. Cəryan həmişə müqavimət olmayan yerdən gedir. 16-cı sual. 16-cı sualımızda da yenə açarımız 1 vəziyyətində olduqda cəryan şiddətinin düsturu epsilon bölünsün R plus R'dir. O da bərabərdir 12 bölünsün 3 üstə gəlsin 1. Bu da eləyir 3 amper. 2 vəziyyətində yenə də cəryan keçməz. Müqavimət çox olduğu üçün. Sonra gəldik 17-ci sualımıza. 17-ci sualımızda, bax bura yenə də bizdən ötürü epsilondur. Bura artıq bizdən ötürü U'dur. Bura isə I qısa qapanmadır. Bizdən nə soruşur? M nöqtəsinə uyğun xarici müqaviməti hesablayın. Deməli, mən nə edəcəm? Qısa qapanma cəryan şiddətinin düsturu qiyməti 10-dur. Epsilonumuz isə 30-dur. Mən buradan daxili müqaviməti epsilon bölünsün I qısa qapanmadan tapa bilərəm. 30 bölünsün 10 eləyər 3 10. Sonra da U bərabərdir. Epsilon R bölünsün R plus R düsturuna xarici müqavimət tapa bilərəm. 5 bərabərdir. Epsilonumuz 30 idi. 30 R bölünsün R plus kiçik R'də 3 tapdıq. Buradan alarıq. 5 R üstə gəl 15 bərabərdir 30 R. 25 R'imiz 15'e bərabərdir. R'imiz də 5'dən üst. Yəni 0,6 ohm. Doğru cavabımız 0,6 ohmdur. Növbəti sualımız. Buradakı qiymətimiz yenə də I qısa qapanmadır. Bura bizdən ötürü İ'dir. Bura isə bizdən ötürü R'dir. İndi bizdən nə istəyir? Bizə deyir ki, elektrik hərəkət qüvvəsini hesablayın deyir. Deməli, mən cəryan şiddətinin I bərabərdir. Epsilon bölünsün R plus kiçik R düsturundan kiçik R'i taparam. R plus kiçik R bərabərdir. Epsilon bölünsün I. Bir dəqiqə. Hə, burada bizə qısa qapanmanı verib şagirdlər. Ona görə mən bundan istifadə eləməyəcəm. Bir dəqiqə. Hə, mən getdim elə bir buradakı epsilonda, ona görə o variantı seçdim. Hə. Deməli, I qısa qapanmanın qiymətini yazaq. I qısa qapanma epsilon bölünsün kiçik R'dir. İ'miz də bizdən ötürü epsilon bölünsün R plus kiçik R'dir. Deməli, mən nə edirəm? Əvvəlcə epsilonu tapacağım. I qısa qapanma vurulsun kiçik R'dən. I qısa qapanmamız 10'dur. Epsilonumuz olur 10 R. Sonra gətirib burada yerinə yazacağım. 5 bərabərdir. 10 kiçik R bölünsün R üstə gəlsin kiçik R. İndi biz burada xarici müqavimətimiz 4'dür. Ona görə 4 üstə gəlsin R yazacağım. Buradan onda 10 R bərabərdir. 20 üstə gəlsin 5 R. Buradan 5 kiçik R bərabərdir 20'yə. Kiçik R də bərabərdir 4 ohma. Kiçik R 4 ohm tapdıq. Epsilonumuzda I qısa qapanma vurulsun kiçik R idi. R'imiz 4'dür, I qısa qapanma da 10'dur. Doğru cavabımız olacaq 40 volt. Belə. Keçdik 19-cu suala. 19-cu sualımızda başlanğıc anda müqavimətimiz R1 bərabərdir. R üstə gəlinsin, R bölünsün 2'dir. Siz yazırsınız ki, R'lər paralel olduğuna görə R bölü 2'dir. Bu da ona ardıcıldır. Oldu 1,5 R. Açar qapandıqda aşağı və yuxarı hissədən cəryan keçməz. Çünki müqavimət olmayan hissədən cəryan gedəcək. Yəni bura X qoyacaq.
Ona görə də bizim müqavimətimiz ikinci halda olacaq R. Müqavimətimiz neynədir? 1,5 dəfə azaldı. Cəryan şiddəti I bərabərdir. U bölünsün R yekun düsturuna əsasən R'imiz azaldığına görə cəryan şiddəti azalacaq. Daha doğrusu cəryan şiddəti artacaq. Cəryan şiddəti artacaq. Amma voltmetrin göstərişi, voltmetr olan dövrəyə cəryan keçməz. Cəryan keçmədiyinə görə voltmetrin göstərişi olar 0. Çünki burada müqavimət çox olduğuna görə bura cəryan gəlməyəcək. Cəryan gəlmədiyi üçün bunun göstərişi olacaq 0. Keçdik 20-ci sualımıza. 20-ci sualda bizə nə deyir? Bu naqillər deyib paralel birləşdirərək 150 volt olan dövrəyə qoşduqda dövrdən axan cəryan şiddətini hesablayın deyir. Gəlin baxaq. Əvvəlcə R1-i tapacam. R1-imiz bərabərdir. U bölünsün I. I1 bərabərdir. 100 bölünsün 2 eləyir 50. R2 də bərabərdir. U bölünsün I2. O da 100 bölünsün 4. O da eləyəcək 25. İndi paralel qoşanda yekun paralel dövrəmiz R1, R2 bölünsün R1 plus R2 olacaq. Yəni 50 vur 25 bölünsün 50 üstə gəlsin 25. Bu da 50 vur 25 bölünsün 75'dir. Bu da eləyər neçə bizdən ötürü 3'də 50. Bunu bildik. İndi keçirik növbəti mərhələyə. İndi bizə deyir ki 150 volt olan dövrdə cəryan nə olar? I bərabərdir. U bölünsün R paralel. O da bərabərdir. 150 bölünsün 3'dən 50. Bu da eləyəcək 150 vurulsun 50'də 3. Olacaq cavabımız bu ixtisar olunsa 3 qalar. Olacaq 9 amper. Deməli dövrədən 9 amper cəryan şiddəti keçər. Keçdik 21-ci sualımıza. Görə 21-ci sualda nə istəyir bizdən? Deyir ki, R2 metal rezistorunu qızdırdıqda ampermetrin göstərişi 3 dəfə azalarsa, R2 rezistorun müqaviməti necə dəyişər? İndi gəlin baxaq. Bizim qızdırmazdan qabaq cəryan şiddətimizin düsturu I bərabərdir. I bərabərdir. U bölünsün R yekundur. Yəni cəryan şiddətimizin düsturu budur. Yəni mən belə yazacağam. I1 bölünsün I2 bərabərdir. R2 böl R1. İndi deyir ki, qızdırsaq cəryan şiddəti 3 dəfə azalar. İndi başlanğıc anda bizim müqavimətimiz R üstəgəl R'dir. Yəni 2R'dir. Son andakı müqavimətimiz isə olacaq Rx üstəgəlilsin R. İndi mən yazıram qiymətləri yerinə. I1 bölünsün. Cəryan şiddəti 3 dəfə azaldığına görə I2'nin yerinə I1 bölünsün 3 yazacağıq. I1 bölünsün 3 bərabərdir. R2'ni Rx üstə gəlilsin R yazıram. R1'i də R yazıram. İndi buradan 3 bərabərdir. Rx üstə gəlilsin R bölünsün R ifadəsini alarıq. Rx üstə gəlilsin R bərabərdir 2R alarıq. Rx də bərabərdir, yəni R2x də bərabərdir alarıq 2R. Yəni bizim əvvəlki müqavimətimiz R idi, sonra nə oldu? 2R oldu. Yəni müqavimətimiz deyirik 2 dəfə artar. Doğru cavabımız 2 dəfə artar olacaq. R2'nin müqavimətindən gedir söhbət. 22. Deyir ki, K açarı 1 vəziyyətində, 1 və 2 vəziyyətində olduqda voltmetrin göstərişləri nəyə bərabərdir? Dövrə qapalı olduqda, yəni 1 vəziyyətində qapalı dövrə üçün voltmetr U-nu ölçür və U-muz epsilon R bölünsün R plus R düsturu ilə hesablanacaq. Bərabərdir. 6 vurulsun 2 bölünsün 2 üstə gəlilsin 1. Bu da eləyər 12 bölünsün 3 olar 4 volt. Açar açıq olduqda isə voltmetr elektrik hərəkət qüvvəsini ölçür və bizim voltmetrimizin göstərişi V voltmetrin göstərişi olar epsilon, o da bizdən ötürü 6 voltdur. Vəssalam. Sonra gəldik 23-cü sualımıza.
23-cü sualda deyir ki, RL olan lampa elektrik hərəkət qüvvəsi epsilon olan daxili müqaməti R olan sabit cəryan mənbəyinə qoşulmuşdur. Lampaya ardıcıl olaraq R müqamətli rezistor qoşduqda ampermetrin və voltmetrin göstərişi necə dəyişir? Bax, əvvəlcə bizim müqamətimiz lampanın müqaməti idi və cəryan şiddətimizin düsturu epsilon bölünsün RL üstəgəlsin kiçik R idi. Bu birinci hal. Yəni bizim tam müqavimətimiz RL üstəgəlsin kiçik R-dir. R tam 1. Sonra gəlirik ikinci hala. İkinci halda ardıcıl qoşduğumuza görə tam müqavimətimiz olacaq R üstəgəlsin RL üstəgəlsin kiçik R. Yəni bizim müqavimətimiz nə edir? Artır. Müqavimət artdığına görə cəryan şiddəti tam müqavimətlə buradan yazaq. I bərabərdir epsilon bölünsün R tam. Cəryan şiddətimiz tam müqavimətimiz artdığına görə cəryan şiddətimiz azalar. Ampermetrin göstərişi azalar. Voltmetr dövrə qapalı olduğuna görə voltmetr U-nu ölçür. O da epsilon çıxılsın, I vurulsun kiçik R-dir. İndi bizim cəryan şiddətimiz azaldığına görə voltmetrin göstərişi neyər? Artar. Deyəcəyik, voltmetr artar, ampermetr azalar. Doğru cavabımız bu şəkildə olacaq. Keçdik 24-cü sualımıza. 24-cü sualda bizə deyir ki, elektrik hərəkət qüvvəsi 16 voltdur. Daxili müqaməti 1 ohm, xarici müqamət 7 ohmdur. Rezistorda ayrılan gücü hesablayın. Rezistorda ayrılan güc I kvadratı R-dir. I-ni isə biz hardan tapa bilərik? Epsilon bölünsün R plus R-dən. Yəni 16 bölünsün 7 üstə gəlsin 1. Eləyər 16 böl 8 2. 2-nin kvadratı vurulsun 7. Bu da bizdən ötürü eləyər 4 vur 7, o da 28 watt eləyir. Növbəti sualımız 25-ci sualımız. 25-ci sualda elektrik hərəkət qüvvəsi epsilon və daxili müqaməti R olan sabit cəryan mənbəyinə müqaməti R olan rezistor qoşulmuşdur. Uyğun düsturlar yazmaqla dövrənin tam gücünü, xarici müqamətdən asıllıq qrafikini çəkin. Deməli, bizim tam gücümüz P bərabərdir. Epsilon kvadrat bölünsün R plus R'dir. R plus R'dir. Artıq bizim xarici müqavimətimiz sıfıra yaxın qiymətində gücümüz maksimum qiymət alacaq. Gücün maksimum qiymət aldığına görə artıq bizim gücümüzün müqavimətdən asıllıq qiyməti müəyyən qiymətdən başlayacaq və tərs mütənasib olaraq azalacaq. Doğru cavabımız olacaq bu P maksimumdur. Növbəti sualımız 26-cı sualda isə deyir daxili müqaviməti 3 ohm, yəni kiçik R-imiz 3 ohmdur. Cəryan mənbəyinə qısa qapanma cəryan şiddəti 4 amperdir. I qısa qapanma da 4 amperdir. Biz buradan epsilon tapa bilərik. I qısa qapanma vurulsun R-dən. 3 vurulsun 4, 12 volt. Epsilon 12 volt tapdıq. Bu mənbəyə 5 ohm olan rezistor qoşuldu dövrəsi cəryan şiddəti. Artıq cəryan şiddəti epsilon bölünsün R plus R-dir. O da bərabərdir. 12 bölünsün 5 üstə gəlinsin 3. Bu da eləyər 12 bölünsün 8. Bu da 2-də 3 eləyir 1,5 amper. Doğru cavabımız 1,5'dir. Növbəti 27-ci sualımız. 27-ci sualda deyir ki, müqavimət 4 ohm, mənbənin daxili müqaviməti 1 ohm, voltmetrin göstərişi 12 volt olarsa, mənbənin elektrik hərəkət qüvvəsi. Biz U-nun düsturunu epsilon R bölünsün R plus R düsturuna əsasən hesablayacağıq. Dövrə qapalı olduğuna görə voltmetrin göstərişi U-nu bildirir. Yəni U-muz 12 voltdur. Yəni 12 bərabərdir. Xarici müqavimətimiz 4 ohmdur. 4 epsilon bölünsün 4 üstə gəlsin 1. Yəni 4 epsilon bölünsün 5 bərabərdir 12-yə. 4 epsilon bərabərdir 60-a. Epsilon da bərabərdir 15'e. Doğru cevabımız olacaq 15 volt. Növbəti sualımız 28-ci sual. 28-ci sualda isə deyir ki, sabit gərginlik mənbəyinə qoşulub paralel dövrədə gücün düsturunu yazacağım U kvadratı bölünsün R. R-imiz isə şagirdlər ρL bölünsün S-dir.
İndi gətirib birbaşa yerində də yaza bilərik onu. Onda güc üçün nə alarıq? S qalxar yuxarı, olar U kvadratı S bölünsün rho L. Yəni bizim gücümüz S ilə düz, L ilə isə necə asılı olur? Tərs asılı olur. Yəni mən yazıram belə P2 böl P1 bərabərdir. S2 böl S1 vurulsun L1 böl L2 bərabərdir. S2'miz 2S'tir. Vurulsun. L1'imiz də 2L'dir. Bu olacaq bizdən ötürü 4. Məsələn, doğru cavabımız olacaq 4. Növbəti sualımız sonuncu sualımızdır. 29-cu sual. Deməli, burada bizə nə deyir? Eyni materialdan hazırlanmış deyir. Voltmetrlərin göstərişlərinin nisbəti. Ardıcıl dövrədə, naqillərdən keçən cəryan şiddəti eyni olacaq. Ona görə də U2-nin U1-ə nisbəti bərabər olur R2-nin R1-ə nisbəti. Və bu bizdən ötürü I bərabərdir. U bölü R düsturuna əsasən U bərabərdir I R-dən alınır ki, U R-dən düz asılıdır. R-in də yerinə rho L böl S yazacaq. Yəni L ilə düz, S ilə tərs asılıdır. Ona görə də mən bunu nə yazaram? Bərabərdir. L2 böl L1 vurulsun S1 böl S2 bərabərdir. L2'nin yerinə L yazırıq. 2L vurulsun. S1'imiz S'dir, S2'miz 2S'dir. Bu da eləyir 4'dən 1. Doğru cavabımız 4'dən 1'dir. Bu qədər şagirdlər, kanalımıza abunə olmayı unutmayın. Kanalımıza dəstək olun ki, bu şəkildə videoların davamı da gəlsin. Kimin də yenə təkrar deyirəm, nəsə sualı varsa şərh bölməsinə qeyd eləyə bilər. Sağ olun, təşəkkür ederim.